Həsən Əsgər əleyhissalam 11-ci imamımız. Oğlu doğulacaqdı, yəni 12-ci imam doğulacaqdı. Bibisinə dedi, Həzrət Həkimə. Dedi ona qal bizdə, indi bir oğlum dünyaya gələcək. Dalıca belə buyurdu, hansı oğul, nə olacaq? Oğlun işi nədən ibarət olacaq? Buyurdu, Əlləzi yuhyillah əzzə və cəl bihil ərz bə'də mavtiha. Elə bir şəxs dünyaya gəlir ki, Allah onun əli ilə yeryüzünü öldükdən sonra dirildəcək. Bu vədi bizə Allah verib, bu vədi bizə imamlar verib. Bir gün gələcək mənə inanın, mən kiməm ki mənə inanasınız? Allaha inanın. Allah buyurur ki, bir gün gələcək bəşəriyyət keyfiyyətcə tamam başqa bir həyat yaşayacaq. Bəşəriyyət yenidən doğulacaq. Və bu gecə biz istəyək ki, biz ölü bəşəriyyətin içində yaşamaq istəmirik. Biz istəyirik bütün bəşəriyyət dirilsin və xoşbəxt olsun. Diriləndən sonra yaşamaq başqa cür ləzzət eləyəcək. O günü təsəvvür edin ki, insanlar bir-birinə müjdə verir ki, Peyğəmbər oğlu zuhur elədi. صاحب الزمان الأجل يا صاحب الزمان الأجل